Birazdan ve İçtimai Televizyonu ile ortak bir yayınımız olacak. Şu anda da zaten bağlantımız hazırmış. Azerbaycan'da bizi Aynur bekliyor şu anda. Sen Azerbaycan'a neler söyleyeceksin? Mikrofona seni ben bırakayım ve Aynur'a Azerbaycan'a söyleyeceklerini... Aslında Levent, tabii ki Azerbaycan'a söylemek istediğim çok şey var. Salamlayıram ekranları başında bizi izleyen bütün tamaşaçılarımızı ve elbette ki Aynur, senin simanda İçtimai Televizyon bütün emektaşlarını salamlayıram ve bayramlarını tebrik ediyorum. Sözümü çok uzatmadan sözü size bırakmak istedim çünkü bilirəm ki çok güzel bir program hazırladınız. Biz sizleri salamlayarak sözü size bırakırıq. Biz de təbii ki sizi salamlayırıq ürəkdən və Novruz bayramı münasibəti ilə təbrik edirik. Novruz bayramı bütün Türk dünyasında qeyd olunur və bu bayram təbii ki sizin də söylədiyiniz kimi hamıya yeni həyəcan gətirsin, yeni arzuların həyata keçməsini reallaşdırsın və söyləmək istəyirik ki bugün siz də qeyd elədiniz TRT Avazın da yarandığı gündür. TRT Avaz kanalının 5 yaşı tamam olur. Bu münasibətlə də biz sizi təbrik edirik və çalışacağıq ki bu ortaq yayım zamanı çox maraqlı bir vaxtımızı maraqlı keçirək, səmərəli keçirə bilək. Bütün Türk dünyasının buradan bayramını qeyd eləmək istəyirik. Bizim də studiyamızda dəyərli qonağımız var. Əziz izləyicilər, əziz TRT Avaza və İçtimai Televiziyaya baxan tamaşaçılar, bütün Türk dünyasının sevilən, hər zaman oxunan, arzulanan yazıcısı, xalq yazıcısı Anar bizim qonağımızdır. Anar müəllim bayaqdan bəri öz fikirlərini söyləyib Azərbaycan izləyicilərinə, amma indi bütün Türk dünyasına səslənəcək. Anar müəllim, buyurun, söz sizindir yenidən. Türk izləyicilərini, qardaş Türkiyədəki izləyiciləri salamlayıram. TRT Avaz kanalının 5 illiyini kutlayıram. Arzu edirəm ki, Novruz günü də, bütün başqa günləri də işləri uğurlu olsun, başarılı olsun. Türk dünyasını bütünləşdirmək, Türk dünyasını yaxınlaşdırmaq uğrunda, çabalarında həmişə başarılı olsunlar. Və Novruz bayramı münasibəti ilə qardaş Türkiyəni, bütün Türk xalqlarını ürəkdən təbrik edirəm. Çox sağ olun Anar müəllim, minnətdarıq. Əziz həmkarlarım Levent və Şəhla, təbii ki siz bu dəqiqələrdə eşidirsiniz. Bütün Türk dünyası bizə baxır. Bir daha salamlayırıq və gözəl bir rəqs təqdim eləyəcəyik indi hörmətli izləyicilər. Təbəssüm Uşaq Teatrının rəqsi olacaq. Təbəssüm Uşaq Teatrı da dəfələrlə Türkiyədə olub, festivallarda iştirak eləyib, Azərbaycan bayrağını yüksəldib və elə TRT Avaz kanalında da dəfələrlə iştirak eləyiblər. Buyursunlar öz nəfis gözəl rəqsləri ilə.
Təşəkkür edirik, minnətdarıq. Təbəssüm rəqs qrupuna öz təşəkkürümüzü bildiririk və onların da bayramını təbrik edirik. Təbii ki, onlar da öz bayram coşkusunu, necə deyərlər, bizə yaşatdılar, çatdırdılar. Anar müəllim, yəqin ki, razılaşarsınız ki, bizim milli adət ənənələrimiz həm də bax belə rəqslərimizdə, musiqilərimizdə, poeziyamızda, ədəbiyyatımızda yaşayır. Bəli, əlbəttə elədir. Çox gözəl rəqs elədilər, sağ olsunlar. Sağ olsunlar, gözəl rəqs elədilər. Hal-hazırda bizi Türkiyədən də izləyirlər. Bütün Türk dünyasına baxırlar bizə. TRT Avaz kanalı ilə bağlantımız davam eləyir. Levent və Şahlanı bir daha ürəkdən salamlayırıq buradan. Yəqin ki, əziz dostlar, sizə də maraqlıdır ki, Azərbaycanda Novruz bayramı necə qeyd olunur? Bax, bu haqda bizim əməkdaşımız Aynura Asim qızının hazırladığı çox maraqlı bir sujet var. Hamıya təklif edirik ki, bu sujetə baxaq. Türk dünyasının qədim və milli bayramlarından biri də bahar fəslinin gəlişini simvolizə edən Novruzdur. Elimizə, obamıza Novruz gəldi. Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Güllü çiçəkli, qönçəli bahar gəldi. Təbiət oyandı. Ağaçlarda yarpaqlar, güllər cücərdi. Torpaq qış yuxusundan ayıldı. Ana təbiət ilıq bir meh ilə salamladı bizləri. Təbiətin oyanışı sayılan Novruz bayramına Azərbaycanda hazırlıq yenə həmişəki kimi maraqlı keçdi. Bayrama xeyli qalmış ev-eşik, həyat baca təmizləndi. Qışdan qalma his, pas yuyuldu. Ağaclar budandı, yeni paltarlar alındı. Məxsusi olaraq bayram bazarlığı olundu. Söhbət Novruzdan gedirsə, bu bayramda kökəlməmək mümkün deyil. Çünki paxlava, şəkərbura, qoğal, Azərbaycan mətbəxinin şahı olan plov, xüsusi dadı ilə seçilən dovğa bizi Novruz süfrəsindən ayrılmağa qoymadı. Azərbaycanda öz dəyərini qoruyan ailə anlayışı da var ki, Novruzda bu müqəddəslik həmişəki kimi xüsusi hiss olundu. Belə ki, bu bayramda ailə üzvləri bir araya gələrək uzaq, yaxın qohum-əqrabanı ziyarətə getdi, onlarla bayramlaşdılar. Müqəddəs ocaqlar və dünyasını dəyişən yaxınların qəbri ziyarət edildi. Onların ruhuna dualar oxundu. Gözəllər gözəli paytaxtımız Bakıda möhtəşəm hazırlaşdı Novruzu qarşılamağa. Bu möhtəşəm hazırlığa isə dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva böyük zövq ilə qiymət verdilər. Prezident və xanımı Novruz bayramı münasibəti ilə paytaxtda təşkil edilən sərgi və tədbirlərdə iştirak edərək xalqın sevincinə sevinç qatdılar. Bu gözəl gündə, gözəl bayram ərəfəsində bir daha bütün Azərbaycan xalqına öz hörmətimi, məhəbbətimi ifadə edirəm. Dünyada yaşayan bütün Azərbaycanlıları bu gözəl bayram münasibəti ilə təbrik edirəm. Bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayıram. Bayramınız mübarək olsun. Azərbaycanda Novruz bayramının milli idman növümüz olan zorxana və güləşsiz təsəvvür eləmək mümkün deyil. Gənclərin Novruzu sevməsinin xüsusi və ən maraqlı səbəbi bu bayram zamanı qapıya papaq atma, bacadan qurşaq sallama, qulaq falı, üzük falı və yumurta döyüşdürülməsi kimi çılğınca ənənələri yaşamaqdır. Bu ildə Novruz gənc ruhlu, zəhmət ətırlı Azərbaycana əfsünkar gözəllik gətirdi. Təbiət oyandı. Novruzla sanki həyat yenidən başladı. Bu bayramı da ən xoş arzu və diləklərlə, ülvi hisslərlə, sülh, əmin-amanlıq arzusu ilə qarşıladıq. Bu il bütün Azərbaycanlıların Novruz arzusu eynidir. Torpaqlarımızın ərazi bütövlüyü bərpa olunsun və biz növbəti bayramı Qarabağda qeyd edək. Biz Azərbaycanlılar Dağlı Qarabağa, digər işğal edilmiş torpaqlara və bütün tarixi Azərbaycan torpaqlarına qayıdacağıq. Bəli, gözəl arzudur, doğrudan da gözəl diləkdir. Biz hamımız arzuluyuruq və diləyirik ki, bu gözəl elimizin, obamızın bu dəyərli bayramını Qarabağımızda qeyd eləyək, Anar müəllim.
Biz bilirik ki bu arzulara siz də qoşulursunuz. Təbii, İnamımız, istəyimiz təbii ki böyükdür. Təbii. Və gün o gün gələcək ki biz o bayramı bütün Türk dünyası ilə bərabər orada qeyd edəcəyik. Şübhəsiz, şübhəsiz. Olacaq o gün. Şuşada görüşəcəyik Allah qoysa. Allah qoysa inşallah. Əziz tamaşaçılar, bütün Türk dünyası, bizim indi dəyərli bir qonağımız var. Məmnuniyyətlə bax o qonağı mən təqdim eləyəcəm. Düzdür, təqdim eləmişəm Azərbaycan tamaşaçısı üçün artıq oxuyub, öz ürək sözlərini söyləyib. Amma indi bütün Türk dünyasına səslənəcək. Türk dünyasında da yetəri qədər tanınan və sevilən ifaçılarımızdan biridir. Azərbaycanın əməkdar artisti Gülyana xanım Məmmədova. Uşaqlığım qaynar oldu, şirəsini sizdən aldım. Uşaqlığım qaynar oldu, şirəsini sizdən aldım. Siz piyada, mənsə atlı, bulaq suyu, dağ havası. Siz piyada, mənsə atlı, bulaq suyu, dağ havası. Zirvələrin başı qarlı, meşələrin içi barlı. Zirvələrin başı qarlı, meşələrin içi barlı. Düzül qarlı etibarlı, düzül qarlı etibarlı. Bulaq suyu, dağ havası, bulaq suyu, dağ havası. Bulaq suyu, dağ havası, bulaq suyu, dağ havası. Nəğməm sizdən havalandı, şeirim sizdən cilalandı. Nəğməm sizdən havalandı, şeirim sizdən cilalandı. Qanım sizdən mayalandı, bulaq suyu, dağ havası. Qanım sizdən mayalandı, bulaq suyu, dağ havası. Zirvələrin başı qarlı, meşələrin içi barlı. Zirvələrin başı qarlı, meşələrin içi barlı. Düzül qarlı etibarlı, düzül qarlı etibarlı. Bulaq suyu, dağ havası, bulaq suyu, dağ havası. Azərbaycan nə gözəldir, bu diyarın insanları.
Çox sağ olun Gülyana xanım, səsiniz var olsun. İndi sizin bütün Türk dünyasına səslənmək şansınız var. Buyurun. Məmnuniyyətlə bütün Türk dünyasını salamlayıram, təbriklərimi diləyirəm. Bahar bayramınız, Novruz bayramınız mübarək olsun. Bütün elimizə, obamıza, hər bir kəsə, milliyyətindən asılı olmayaraq hər kəsə əminamanlıq, can sağlığı arzu eləyirəm. Var olsun, bütün dünyada hər kəs mehriban yaşamasını arzu Amin. eləyirəm. Təşəkkür edirik Gülyana xanım, minnətdarıq. Əziz həmkarlarım Levent və Şəhla və bütün Türk dünyası. İndi bizim daha bir qonağımız var. Azərbaycanın xalq artisti Samir Cəfərovu yenidən dəvət edirik. O da öz ifası ilə bütün Türk dünyasına bayram təbrikini çatdıracaq. Buyursun. Dağları duman alanda, gözüm yollarda kalanda, yadıma seni salanda, gül yanağım solmasın mı yar? Dağlar duman alanda, gözüm yollarda kalanda, yadıma seni salanda, yanağım solmasın mı ya? Esen yeller, esen yeller, sevgilimden bana haber. Esen yeller, sevgilimden bana haber. Sulandan arın çiçeğiyle, gözüm yaşla dolmasın mı? Gözüm yaşla dolmasın mı? Dolmasın mı ya? Sulandan arın çiçeğiyle, gözüm yaşla dolmasın mı? Gözüm yaşla dolmasın mı? Dolmasın mı yar? Bu yerlerden geçmez oldum, dost düşmanı seçmez oldum, eşkine and içmez oldum, gönlüm harap olmasın mı yar? Bu yerlerden geçmez oldum, dost düşmanı seçmez oldum, eşkine and içmez oldum, gönlüm harap olmasın mı yar? Ne sen yıllar, ne sen yıllar, sevgilimden bana haber. Ne sen yıllar, ne sen yıllar, sevgilimden bana haber. Sulandan arın çiçeğiler, gözüm yaşla dolmasın mı? Gözüm yaşla dolmasın mı? Dolmasın mı ya? Sulandan arın çiçeğiler, gözüm yaşla dolmasın mı? Gözüm yaşla dolmasın mı? Dolmasın mı ya?
Təşəkkürlər Samir bəy. Minnətdarıq sizə də. Qısaca olaraq salamınızı söyləyin Türk dünyasına. Mən də bütün Turan elini gün doğandan gün batına bütün türkləri salamlayıram və Novruz bayramlarını mübarək olmasını diləyirəm. Sağ olun. Təşəkkür edirik, minnətdarıq. Əziz tamaşaçılar, dəyərli Türk dünyası və əziz həmkarlarım Levent və Şəhla. Biz bilirik ki, sizin işiniz çətindir bugün. Çünki təkcə Azərbaycanla deyil, bütün Türk ölkələri ilə, Türk dövlətləri ilə onlar bağlantı qururlar əziz tamaşaçılar və onların bugün hələ davam edir bağlantıları təbii ki. Biz təşəkkür edirik. Bütün Türk dilli dövlətləri, Türk dünyasını Novruz bayramı münasibəti ilə bir daha təbrik edirik və sözü yenidən sizə ötürürük. İnşallah bu ənənəmiz davam eləyər və yenidən görüşərik.